Biz boşananda təkcə özümüz boşanmırıq, özümüz zərər görmürük, uşaqlar da zərər görür. Burada düzdür, birinci sarsıntını, travmanı qadın alır. Görsən ki, bəzən deyir, məsələn, mən boşanır, bir müddət görsən narahat yaşayır, tənhalıq hiss eləyir, ağlayır. Niyə? Sarsıntı yaşayıb. Bundan əlavə də uşaqlar travma alır. Çünki uşaq bir də böyüyüb, bir ata-ananı görüb, indi ata-ana ayrı yaşayır. Ata sevgisini görmür, ata qayğısını görmür. İndi bəzi ailələrdə bunlar görüşürlər, uşaq ata-ananı görüşür. Yenə də o deyil. Amma yenə də o şey ala bilmir də. Çünki atası həmişə yanında görmür. Onun da səbəb olur ki, gəldikdə uşaqlarda davranış pozğunluğu yaransın. Görürük bəzən seanslarımızda bunun şahid oluruq ki, uşaqlarda davranış pozğunluğu var və yaxud uşaq ananı eşitmir. Xüsusən oğlan uşağıdırsa, o artıq atanın yanında görməyib deyə özü istədiyi kimi böyüyüb və yaxud qız uşağıdırsa ata sevgisi istəyir, qayğısı istəyir, bunu ala bilmir. Bu da uşaqda gəldikdə bir müəyyən problemlər yaranmağa gətirib çıxardır. Ona görə də bu məsələdə boşanan insanlar bunu bilməlidir ki, biz boşananda öncə özümüz ziyan görürük, sonra da övladlar zərbə alır.